Salam aleyküm, hardayam? Qobul Lökbatan yolundayam. Mini yox. Villanın özüdür. 8 sotun içərisində 2 mərtəbə ev axtardın. Neçəyə? Balaca bir dənə 3 otaq qiymətinə. İdealın idealı. Həqiqətən ev çox gözəldir. Sizin evdən ofiş tanış ola. Yəni nə axtarsın var da var. Əşyaların 70% qalacaq demək olar ki. Telefon da var. Bax bura mətbəxdə bax. Evin kvadratı nə qədər olsa yaxşıdır. 300 kvadrat evin kvadratıdır. Bura bax. Çox genişdir də, yəni mətbəxdə bax. Mətbəxt adamla danışır. Heç nə demirəm. Bax, həyətində hovuzu. Yəni nə axtarsın var da. Ev istəyirdi, kombisada hər şey var. Bir dənə evdən ofiş tanış ola. Qiymətinə görə ideal qiymətdir. Bir dənə səbirli ol, axıra qədər bax, almaq məcburiyyətində deyilsən. Bir setkası, hovuzu, bağı, bağçası, burada saunası, hər şey var. Qiymət amma bir dənə balaca ev qiymətinə, balaca xudman. Hamama var. Bəzi evlərin salonundan da böyükdür, yəni. Burada saunası var. Yəni burada saunası taxtadan düzəldilmiş saunasıdır. Çox genişdir də, yəni. Bugünkü gündə bu kvadratda belə bir ev bu qiymət olmamışdı. Bu qiymətə ya. Yəni ev həqiqətən gözəldir. Qiyməti hamısından gözəldir. Heç nə demirəm. Bax. Bir dənə pəncərəni belə eləyirsən, cənnətə bax. Həqiqətən gözəldir. Bağlı bağçalı ev, monolit betondur. Qalxdıq 2-ci mərtəbəyə. Burada bir dənə. Bura otaqdan saymıram, foyedir. 36 kvadratlıq balkondur. İndi balkona da çıxmıram, soğuk da var. Yəni ev idealın idealı. Burada bir dənə yataq otağı. 3 dənə pəncərə var tək bu otağında. Görürsüz də, təmirə bax, idealdır. Qiymətinə görə hamam sanuzeli, 2-ci mərtəbənin hamam sanuzeli. O da tam təmirdir. Bu da bir dənə yataq otağı. Ev kurqavoy, qoşa, daşdır. Hər yandan, bu evdə fərqlilik odur ki, hər yandan piləkən qalxır. Amma hara qalxır bilinmir. Bax, buradan da bir dənə piləkən qalxır. Bu da qalxır. Bax, buradan da bir dənə piləkən qalxır. Yəni, hər tərəfdən piləkən qalxır yuxarıya. Yuxarıda da, məsələn, yaradıb orada. Qardaş həqiqətən pul qoyub. Qiymətə bax elə. Qiymət, bir dənə çıxaq. Çölün üz görkəmi göstərim, qiyməti deyim.